ABŞ ay səthinə insan göndərmək üçün işlərini davam etdirəcək. Artemis 2 adlı ayın ətrafında pilotlu uçuş missiyası 2026-cı ilə ay səthinə ekipajın enişini nəzərdə tutan Artemis 3 missiyası isə 2027-ci ilə planlaşdırılıb. Bu missiya 1972-ci ildən bəri ay səthinə ilk eniş olacaq. 2035-ci ilə qədər daha 7 Artemis missiyası həyata keçiriləcək. Bu missiyalarda astronavtların ayda 30 gündən 180 günə qədər qalması nəzərdə tutulur. NASA'nın ay proqramı çərçivəsində Gateway adlı ay orbit stansiyasının tikintisi də planlaşdırılır. Stansiya 2027-ci ildə istifadəyə veriləcək və Marsa daxil olmaqla uzaq kosmik uçuşlar üçün baza rolunu oynayacaq. SpaceX artıq 2030-cu ildə Marsa ilk pilotlu kosmik gəmini göndərməyi planlaşdırır. Starship layihəsi dəfələrlə istifadə edilə bilən raketlərin yaradılmasını nəzərdə tutur. Bu raketlər yükləri və insanları qırmızı planetə çatdırmaq gücünə malik olacaq. Layihə Marsda astronavtların təhlükəsizliyini təmin edəcək infrastrukturun yaradılmasına yönəlib. Bura radiasiyadan qorunma sistemləri və Mars resurslarından su və oksigen istehsalı daxildir. Starship'in Mars'a ilk pilotsuz buraxılışı yaxın 2 il ərzində baş tuta bilər. Bununla yanaşı 10 illiyin sonunda Mars Sample Return missiyası həyata keçiriləcək. NASA və Avropa Kosmik Agentliyinin birgə layihəsi olan bu missiyanın məqsədi Perseverance qurğusu tərəfindən toplanan Mars torpaq nümunələrinin yerə çatdırılmasıdır. Blue Origin şirkəti 2030-cu ilə qədər Orbital Reef adlı kommersiya stansiyasının tikintisinə hazırlaşır. Bu stansiya yer ətrafındakı aşağı orbitdə çox funksiyalı kommersiya mərkəzi olacaq. Araşdırmalar, turizm, təhsil və biznes üçün meydança rolunu oynayacaq. Orbital Reef beynəlxalq kosmik stansiyanı qismən əvəz edəcək və kosmosun kommersiya mənimsənilməsində yeni mərhələ açacaq. Bundan əlavə 2027-ci ildə Nancy Grace Roman adlı yeni nəsil teleskopun buraxılışı planlaşdırılıb. Bu teleskop Hubble və James Webb teleskoplarının varisi olacaq. Rusiya beynəlxalq kosmik stansiyanın fəaliyyəti başa çatdıqdan sonra öz orbital xidmət stansiyasını yaratmağı planlaşdırır. Bu stansiyanın 2033-cü ilə qədər fəaliyyətə başlaması gözlənilir. Çin isə beynəlxalq ay tədqiqat stansiyası qurmağı planlaşdırır. Layihə 2 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə 2035-ci ilə qədər ayın cənub qütbündə baza tikiləcək. İkinci mərhələdə cənub qütbü, ekvator və ayın uzaq tərəfini birləşdirən şəbəkənin yaradılmasını əhatə edəcək və 2050-ci ildə tamamlanacaq. Çin 2030-cu ilə qədər ay səthinə taykonavtları göndərməyi də planlaşdırır. Hindistan Kosmik Araşdırmalar Təşkilatı Chandrayaan 3 və Aditya L1 missiyalarının uğurundan sonra 2030-cu ilə qədər yeni ay missiyası planlaşdırır. Həmçinin Venera tədqiqatlarına yönəlmiş layihələr üzərində işləyir. Hindistanın ilk Venera missiyası olan Shukrayaan 1 2028-ci ildə buraxılacaq. Bundan başqa Hindistan Günəş tədqiqat proqramını inkişaf etdirir. Aditya L1 missiyasının 2023-cü ildəki uğuru bu istiqamətdə ilk addım oldu. Bu cihaz 2024-cü ildə Lagrange nöqtəsinə çatıb. Günəş tacını öyrənmək, günəş küləyini və maqnit sahəsini təhlil etmək üçün illərlə məlumat toplayacaq. Hindistanın Gaganyaan proqramı çərçivəsində ilk pilotlu uçuş 2026-cı ildə həyata keçiriləcək. 3 astronavtın aşağı yer orbitinə 7 gün müddətinə göndərilməsi planlaşdırılır. Bu, Hindistanı müstəqil pilotlu kosmik uçuşlar həyata keçirən 4-cü ölkə edəcək və öz orbital stansiyasının tikintisinin başlanğıcı olacaq.